Rəhmətli babam həmişə deyirdi ki, işi görənlə gördürən yarıdır. Mənə çox qəribə gəlirdi ki, yəni necə olur da, məsələn mən öz adətən otururdu stulda otururdu. Əlində bir əsası vardı. Əllərini iki əlində bir əsanın üstünə qoyurdu. Bir də belə yarı zarafat, yarı ciddi deyirdi ki, bəs abala işi görənlə gördürən yarıdır. Mən bunu başa düşmürdüm əvvəl. Bir üstündən xeyli müddət keçdi. Mən artıq böyüdüm və müəyyən bir işdə, karyerada müəyyən bir yerə gəldim. Artıq rəhbər vəzifədə çalışmağa başladım. Və onda anladım ki, babam nə demək istəyirmiş. Düzdür, mən heç özüm işdən qaçan olmamışam. Yəni, komanda ilə bir yerdə həmişə özüm də nəsə etməyə çalışmışam, işləmişəm. Amma düzgün işi yönləndirmə, işi düzgün aparmaq həqiqətən çox vacib imiş. Babamın dediyi əslində hardasa bir liderlik yanaşmasıdır, liderlik psixologiyasıdır. İndi onu çox yaxşı başa düşürəm.